Canlıda dolmanın içliğini hazırladım ve dolmanısın bükmüşəm. Vamxutda gözlədim ki qaynara düşsün. Hardasa 25 yarım saata. Bu da susuz qaynara düşən dolmam. Dolma bişib hazırdır. Baxın, tərtəmiz. Bir dənə tavanın dibində, dolmanın üstündə kəfi yoxdur. Bax, bu 3-4 dənəni götürmüşəm. Dibi yapışmayıb. Vamxutda susuz bişən yarpaq dolması. Fikir verin, dolma tərtəmizdir. Yəni dolmanın üstündə donan yağıdır. Qərara gəldim ki, tavanı bax bu vəziyyətdə də videoyu çəkim. Siz baxasınız. Deməli, 200 qram quyruq, 200 qram kərə yağı. Baxın görün, aşırı deyil. Dolma çox normal yağın miqdarında bişir. Və bu tərtəmiz tavamızın dibi. Yəni dolma kəfli olmayıb. Nəyə görə? Ona görə ki, dolmanın ətinin içliyi sulu değildi. Bu da dolmanın görünüşü. Buyurun, reseptimlə hazırlasaz, mənim üsulumla hazırlasaz, siz də bu cür nə gözəl dolma əldə edə biləcəksiniz. Qaldı ki, dolmanın irili xırdalı olmağı, dolmanı özümüz yeyəcəyik və telefonun kamerası yaxından çəkir deyənə dolmalar bu cür nə iri görsənir. Və onu da xatırladım ki, yəni dolmanın ölçüsü mənə xoşdur, ona görə ki, özümüz yeyəcəyik, əziz xanımlar.